Baxmayın sizlərin belə bir açılım eləyək. X-dən geri dönüş varmı? Zamansız zamana niyyət edirəm. X-dən geri dönüş varmı? Bəzən həyatımızdan çıxan insanlar tam getmir, sadəcə susurlar. Bu kart göstərir ki, əlaqə kökündən hələ bitməyib, hələ bağ var, tam qopma yoxdur, enerji hələ yaşayır. Burada böyük problem qorxudur. Hissləri içində saxlamaq, açıq olmamaq, nələrisə zamanında gizlədib, enerjini, sevgini tam verməyib, nələrisə əlində tutub saxlayıb paylaşmamaq mümkündür. Bu münasibətdə sevgi vardır, amma paylaşım yox idi. Egoistcə davranmalar var idi. Düşünür, daxildə yenidən başlasam, necə olar sualı var. Yəni, niyyət formalaşıb, amma hələ addımı yoxdur. Geri dönüş olarsa, əvvəlki kimi olmayacaq. Bu, yetkinlik istəyir. Keçmiş səhvləri geri qayıtmaq olmaz. Bu dəfə, yəni ki, olduğu yerdə, qaldığı yerdən davam etmək mümkün deyil. Tam yeni bir mərhələ, fərqli yanaşma ilə bu olmalıdır. Gözlənilməz enerji birdən-birə mesaj ola bilər, ani ortaya çıxa bilər. Yəni, bu planlı deyil. İmpulsiv olaraq bir qərar verəcək, addım atacaq. Gecikmənin səbəbi qarşı tərəf daxili gərginlik keçirir və qərarsızlıq içindədir. O bilir nə istəyir, amma necə edəcəyini bilmir. Nə istədiyini bilsə də necə edəcəyini, necə addım atacağını bilmir. Əsas mesaj budur ki, axına güvəndikdə hər şey ya gəlir, ya da səni daha yaxşıya aparır. Ümumi baxdıqda geri dönüş ehtimalı var. Amma bu yalnız dəyişən enerji ilə mümkündür. Eyni yerdə qalsanız, əlaqə yenə də, yəni ki, toksik münasibət kimi yenə də ayrılıq baş verə bilər. Tam yeni bir mərhələyə keçmək, fərqli yanaşaraq münasibəti davam etdirmək göstərir.